Yağış ıslatdı bizi. Gecə saat 12'dir, 1'ə işləyib 10 dəqiqə. Dəhşət yağır. Ən məşhur tikilərindən, binalarından biri olan Marina Bay Sands. Bangkokda hava limanındayıq. Çox böyük bir hava limanıdır, hədsiz. Bəli, deməli biz buradan hara uçuruq? Singapura. Bəli, bu bizim arrival kartımızdır. Ölkəyə gəlmiş olduğumuzu təsdiqləyək. Uşaqlar, keçdik. Ancaq nə əziyyətlə keçdik, indi mən hamısını sizə deyəcəm. 1 saatdır qalmışam orada, buraxmırdılar. Burada bir şəlalə var. Qapalı şəlalə, onu görəcəyik. Singapurda hava limanının içərisində, ticarət mərkəzinin məhz qarşısında belə salınmış olan həmin o şəlalə. Şəhərə getmək lazımdır. Raffles Place bizim gedəcəyimiz yerdir, şəhərin mərkəzidir. Metrodan çıxmışıq uşaqlar. Çox yüksək hündür binalar. Şəhərin əsas mərkəzi hissəsi, əsas yeri. Hello. Gedək yerləşək, ondan sonra çıxaq gəzək. Galaxy Pods. Reception'da heç kəs yoxdur. Dünya inkişaf edir uşaqlar. Burada reception olmadan özün check-in edirsən. Aha. İnsanlar öləndə morgdakı düzülləri beləsə. Bax, elə bir şeydir. Çantamızı yerləşdirdik. Burada normalda reception olur. Gecə olduğundan heç kəs yoxdur. Hello. Deməli, bura boat quay, yəni gəmilərin, yaxtaların dayandığı yerdir. Xırda liman da, belə deyək. Şəhərin ən gözəl küçəsidir. Bu gəzdiyimiz yer. Singapur çox inkişaf edib, hədsiz inkişaf edib. Çindir, Singapurdur. Adicə bir otelə gördüyünüz girmək üçün hansı proseslərdən keçdik. Özümüz qeydiyyatdan keçdik, check-in elədik. Adamlar sistemi elə qruplar ki, axşam olduğunda səni gözləmirlər. Cənub-Şərqi Asiyanın ən uc nöqtəsinə gəlmişik. Əlimizdə otelin bizə verdiyi kart var uşaqlar. Həmin kartla giriş-çıxış edə biləcəyik. İstənilən saatda girib çıxmaq olar. Bu yaxşı oldu. Yəni istədiyimiz qədər gəzərik şəhəri, ondan sonra qayıdarıq. 7-Eleven görürsünüz. Bu ümumiyyətlə Cənub-Şərqi Asiya ölkələrində bu mağazalar hədsizdir. Yəni çoxdur, bu şəbəkə ən məşhur şəbəkədir, mağaza. Gedək yavaş-yavaş Chinatown'a. Danışacağım sizə başıma nələr gəlir. Çətinliklə də olsa gəlib hədəfimizə çatmışıq. $1 hədiyyəliklər. O qədər də baha deyil. Dəhşət acmışam. Başıma nələr gəlib hamısını danışacağım. Tərəvəzli düyü, içərisində toyuğu da var. Deməli, başıma nələr gəlib. Singapura gəldinsə, çıxış biletini göstərməlisən. Çıxış nə vaxt çıxacaqsansa onu göstərməlisən. Miqrasiyada məni saxladı orada. 1 saat gözləmişəm. Dedilər ki, biz səni geri də qaytıra bilərik. Oradakı qardaşlar sağ olsun. Dedilər, belə bir şans elədiriq ki, sənə dönüş bileti göstər. Təzədən bir bilet almışam. Həqiqətən, bugün yaşadıqlarım dəhşət. Əsəb, stres, nə bilim, dollar burada Singapur dolları göstərir. 10 manat yeməyimiz, darısı 10-11 manat. 2-3 manat da su. Toplam heç 15 manat eləmədi. Yaxşıdır, o qədər də baha deyil. Yeri gəlmişkən Singapurla da bizim aramızda 4 saat fərqi var. Deməli, bu gördüyünüz Budda dişi. Belə bir məbəddir. Buddanın dişi məbəddir. Şəhərin ümumiyyətlə 70%-dən çoxu
Budizm dininə sitayiş edir. Burada əsas dil ingilis dilidir, ancaq milli dil Malay dili hesab olunur. Yağış ıslattı bizi. Hesabla burada bu aylar yağış olası değildi. Yəni mən bu o nöqtəyə nəzərdən gəlmişdim ki, bu vaxt burada yağış yağmır bu aylarda. Ancaq yenə də gəldik, yağışa düş gəldik. Gecə saat 12-dir, 1-ə işləyib 10 dəqiqə. Doğrudan istandım, qaçım. Tərəfdə qurulanaq, gözləyək. Oyda. Dəhşət yağır. Hello. Belə portakal şirəsidir. 7 dollara. Spirtli içkilər daha ucuzdur. Pivə içmək istəsəniz 3-4 dollara, Singapur dollarına yəni içmək olar. Bir stəkan su istik 12 manat pul ödədik. Əslində bura Dubai Marina bölgəsinə oxşuyur. Ən məşhur tikilərindən, binalarından biri olan Marina Bay Sands. Singapurun ən məşhur binası, ən böyük, hündürdə olan ən böyük hovuzu da məhz bu 3 yan-yana olan binanın üstündə yerləşir. Görürsünüz, gəmiyə oxşuyur yuxarısı. Ayda. Konkret qaqaş suyun içində qalacağım yeri göstərəcəm. Bizim otaqdır. Mən neçə vaxtdır belə bir kapsul otel axtarıram. Belə bir təcrübə yaşamaq üçün. İçərinin havalandırması da, işıqdır, USB yerləri. Burada televiziyası var. O belə çıxır. İstədiyin kimi baxırsan. Çox səs salmayaq cəmaətiyyət. Aman tualetləri də belə deyil. Bu isə yenə də gələsən Merlion'un qarşısına. O da belə təmirə dayana. Singapurun ən əsas simvolu, maskotu qismət görə bilmədik. Şəklini qoyacam, baxarsınız. Yuxarı hissəsi şirdir, bədəni isə balıqdır. Ölkənin əsası ilk öncələr Çinlilərə gedib dayanır. Hansı ki o zamanlar Çinli balıqçıların gəlib burada məskunlaşması və ardından illər sonra formalaşmasına gətirib çıxardır. Ona görə də şəhərin hər tərəfində ilk gördüyünüz budist məbədlərdir. Bu da məhz Çinlilərin ilk bura ayaq bastığının əsas göstəricisidir. Çox kasıb insanların yaşadığı bir yer olub, gecəqondu olub. Müəyyən dövrlə gəlib formaya çıxıb. Sahəsi 740 kvadrat kilometrə yaxındır. Belə bir kiçik ölkədə, şəhərdə 6 milyondan çox insan yaşayır. Stanford Raffles ölkənin inkişafı ilə bağlı ilk cəhd edən, ilk təşəbbüs göstərən bir şəxsdir. Hansı ki, onun dönəmində bu yer Böyük Britaniyanın, yəni İngiltərənin siyasi ticarət mərkəzinə çevrilir. İkinci Dünya müharibəsi zamanı buranı Yaponlar işğal eləyir. Yaponlar 1945-ci ildə məğlub olandan sonra yenidən bura bir mülk olaraq Böyük Britaniyaya qaytarılır. Və 1959-cu ildə yenidən müstəqil bir ölkə kimi fəaliyyətə başlayır. Və daha sonra Malayziyanın bir hissəsi olurlar. Malaylar bunları qəbul eləmirlər. Atılırlar. Yenidən Singapur müstəqil bir ölkə kimi inkişaf etməyə başlayır. Bu Marina Bay Sand'in yanında The Gardens by the Marina, yəni marina ətrafı bağlar deyilən bir yer var. Qarşıda bu parkın ən simvolik ağacları. Çox gözəl görüntülərdir bunlar. Bu isə ən gözəl Singapurun binası. Uşaqlar, haçansa bir gündə bura gələcəyik. Hansı ki o binanın yuxarısında olan hovuzda çimmək üçün. Bu tikililərin içərisində bir növ, bir çox ağaclar yetişdirilir, güllər yetişdirilir. Bu yerləri görmək üçün təbii ki, yenə də bilet alıb içərisinə keçə bilərsiniz. Şəhərdə bir palavan çimərliyi var. Həmin yeri görmək istəyirdim, ancaq planlar dəyişdi. O qədər də çox vaxtımız yoxdur. Dünən bizim o bilet məsələsi bizə problem yaratdı. Biz burada normalda bir gün də qalacaqdıq. Ancaq
çıxış bileti yox idi. Bu günə var idi, bu günə aldıq. Yəni də ev yox. Ölkəni, şəhəri gördük, Singapuru tanıdıq və görmüş olduğumuz ölkələr siyasına bir ölkə də əlavə olundu. Möhtəşəmdir. Yəni də let's go.